Değerli abituriyentlər, əziz kanalımızın izləyiciləri, bugün sizə Kodera Test Bankından 11.6 bölməsindən dövr aparaturları bölməsindən 14 nömrəli tapşırığın izahına baxırıq. Misalımıza əvvəlcə diqqət yetirək. Python yazılmış proqram nəticəsini müəyyən edir. Burada verilib bir siyahı verilib, sətir verilib, A sətir verilib. Yazıq A sətirini A bərabərdir. Dırnaq daxilində deməli 1, 2, 3, 2, 4, 3, 5, 4, 3, 2 sətri verilibdir. Sonra deyək ki, A list A. Yəni bu sətri list çevirir siyahıya. Çevirdi siyahıya. Hər bir elementin ayrı-ayrı çevirdi. Aha. Siyahıya çevirdi. Sonra deyək ki, for in range sıfırdan lenaya kimi if count A böyükdür birdən, A'yı da ulduz. Yəni bu dövr hissəsidir. Dövr hissəsi. Deməli burada A'nın bütün elementlərinə müraciət olunubdur. Bütün elementlərinə, siyahının bütün elementlərinə müraciət olunubdur. İkincidə deyir ki, if əgər deməli A siyahısındakı AI-lərin, yəni indeks böyükdür birdən, gəlin bunu indeksləyək. Deməli 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Deməli AI-nin indeksi böyükdür 1. Yəni böyükdür 1 deyəndə, yəni sayları, bunların sayı böyükdür 1-dən. Gəlib birinci yoxlayır. Deməli bu A0-ı götürür. Yəni soruşur. 1-in sayı böyükdür 1-dən. Yəni yəni 1-dən böyükdür 1-in sayı. Baxırıq burada 1-in sayı ilə bir dənədir. Deməli buna toxunmur. 1 olduğu kimi qalır. Gəlir A1-i götürür. A1 neçədir? 2-dir. Deyir 2-nin sayı böyükdür 1-dən. Baxırıq 1, 2, 3 dənə 2 var. Aha, böyükdür 1-dən. Burada gəlir bunu, yəni A1-i 0 ilə demək ulduzla əvəzləyir. Bir dənə bunun yanına yazırıq ulduz və bunu buradan silirik. Sonra gəlir A2-ni götürür. A2, yəni 3-ün sayı böyükdür 1-dən. Baxırıq, aha, 3-ün sayı böyükdür 1-dən. Aha, bunu buradan silək. Ulduzla əvəzləyirik onu. Sonra gəlib deyir, 2-nin sayı böyükdür 1-dən. Baxırıq 2-nin sayı böyükdür 1-dən. Bəli. Buradan bunu silək, buradan bunu ulduzla əvəzləyək. Sonra gəlir deyir 4-ün sayı. Aha, 4-ün də sayı 2 dənədir, böyükdür 1-dən. Bunu da ulduzla əvəzləyib, buradan silirəm. Gəlib bu 3-ü də yoxlayır. 3-ün sayı böyükdür 1-dən, əlbəttə böyükdür 1-dən. Bunu buradan silirəm, bura bir dənə ulduz qoyuram. Gəlib soruşur 5-in sayı böyükdür 1-dən. Baxır ki, 5-in sayı 1-dən böyük deyil. 5-i yazırıq bura. 4-ə gəlib baxır. 4-ün sayı bu da böyük deyil. Gəlir 3-ə baxır. 3-ün sayı bu da 3 də böyük deyil. 2-yə baxır. 2-nin sayı da 1-dən böyük deyil. 2-ni yazırıq bura. Deməli join bu siyahımızı join çevirdi deməli sətrə. Deməli A bərabərdir. Sətrə çevirdi join siyahımızı. Sonra deyək A replace ulduzları boş sətirlə əvəzlə. Yadda saxlayın. Ulduzlar, yəni boş sətirlə əvəzləmə o deməkdir ki, yəni bu əvvəldəki nədirsə onu silib gedir. O da bərabərdir. A da bərabərdir. Deməli bunlar hamısı silinib getdi. Boş sətrin əvəzləndi. Qaldı burada nə? Deməli 1, 5, 4, 3, 2. Printlərlə verilir. Deməli doğru variant A variantı. Növbəti 15-ci sualın izahına keçək. Deyək Python dilində yazılmış proqram təyinatını müəyyən edin. Yenə bir A siyahımız verilibdir. A siyahımızı yazaq. A bərabərdir 2, 5, 7, 3, 2, 4, 3, 8 və 9 elementləri verilibdir. Burada B siyahısına boş bir siyahı verilibdir. B bərabərlə boş bir siyahıdır. For in range A. Yəni burada o deməkdir ki, A-nın bütün elementlərinə birbaşa müraciət olunur. Yəni A-nın bütün elementlərinə birbaşa müraciət olunur. Soruşur ki, burada əgər A-ların sayı, yəni burada verilmiş A siyahısındakı verilmiş hər bir elementin sayı birdən böyükdürsə, onda onu B siyahısının sonuna əlavə edir. Baxırıq. 2-nin sayı böyükdür 1-dən. Baxırıq 2-nin sayı böyükdür. 2-nin sayı deməli buna B siyahısına B bərabərdir. 2-ni əlavə etdi. Gəlib yoxlayır. 5-in sayı böyükdür, B böyük deyil. 7-yə baxırıq. 7-nin sayı böyükdür, böyük deyil. 3-ə baxırıq. 3-lərin sayı böyükdür. Aha, 3-ü əlavə edir. Sonra gəlir 2-yə. 2-nin sayı da böyükdür. 2-ni də əlavə edir. Son 4-ün sayı böyük deyil. 3-ün sayı böyükdür.
8-in sayı böyük deyil, 1-dən böyük deyil. Yəni 8-in sayı 1-dən böyükdür. Yəni bir neçə 2, 8 var. Xeyr, bir dənə 8 var ilə bir dənə də 9 var. Deməli bu siyahımız, bu proqramımızın təyinatı nədir? Və sonra B-ni, B siyahısını çap edir. Deməli, baxırıq ki, burada variantlara. Variantlar A siyahısına təkrar elementlərinin hamısını B siyahısına əlavə edir. A variantı üstə dayanaq. A siyahısına təkrarlanmayan elementləri B siyahısına əlavə edir. Bu deyil. A siyahısında 1-dən böyük elementləri B siyahısına əlavə edir. 1-dən böyük deyil, sayıları çox olanları. D variantına bax. A siyahısının təkrarlanan elementlərinin hər birini B siyahısına əlavə edir. Y-yə baxaq. A siyahısına təkrarlanmayan elementləri A siyahısına silib B siyahısına əlavə edir. Baxır ki, burada deməli elementlərin hər birini yoxdur deyil. Deməli, baxır ki, doğru variant burada A variantı. Yəni A siyahısında təkrarlanan elementlərin hamısına, baxır ki, təkrarlanan elementlərin hamısını əlavə edibdir. Neçə təkrarlamışsa hamısını B siyahısına əlavə edir. İzahımız bu qədər.